Herkese salam dostlar. Sizinlə mənəm Zırpaket 2026. Bu günləri mən sizin üçün yeni bir video çəkəcəm. Bu videoda mən bütün aldığım zırpaketləri part 3 göstərəcəm. Başlayaq. Keçən videolarda kim baxıbsa bilir bu zırpaketləri, kim baxmayıbsa onlara görə göstərirəm. Bu 60 dənəli olan zırpaketlərdir. Qiyməti 1 manat 20 qəpik idi. Hərəsi indidən azalmışam, çünki gələcəkdə də yeni illərlə gələcəkdədir. Gələcəkdə deyəndə 2 aydan sonradır. Sonra içində belə zırpaketlər vardı, 60 ədəd. Sonra dostlar, sonra mən sizə nə göstərdiyim, indi topları göstərəcəm sizə, aldığım topları. Burada belə bir toplar vardı. Top deyirlər, nə deyirlər, bilmirəm dəqiq. Zırpaket demək olar mı buna, bilmirəm. Bu da partlayır, amma bilmirəm nətər heç olub məndə keçən il, yadıma gəlmir nətər partladırdım. Bunları mən hərəsini 50 qəpiyə almışam. Burada 1, 2, 3, 4, 5, 9 ədəd var burada. 9 dənə. Sonra gəlin sizə mən Titan 2 göstərim. Titan 2-ni mən 70 qəpiyə almışam. 70 qəpiyə görə ən qəşəng bir zırpaketlərdən biri demək olar. 70 qəpiyin indi heç nə yoxdur belə zırpaketlərdən. Sonra gəlin sizə P20 göstərim. P20-ləri göstərirəm indi sizə. P20-lər. Gəlin bunları belə dizək ki məşət eləməsin videoya görə. Gəlin bir göstərəcəm və qiymətlərini deyəcəm bunların. P20 baxın belədir. İçində də belə görsənirmi? Görsənmədi. Hə. Bunu mən 1 manat almışam. 1 manat idi. Sonra gəlin Zengaları göstərim. Çox qəşəng bir zırpaketlərdir Zenga. Zengalar. Zenga çox böyük və keyfiyyətli bir zırpaketlərdən biridir. Və qiymətinə görə də yaxşı bir zırpaketdir. Belə qoyaq bizdə. Bunu mən 1 manat 50 qəpiyə almışam. Zenga bir barmaqdan da böyük, uzun bir şeydir. Zırpaketdir. Çox keçən bir zırpaket, keyfiyyətli zırpaketlərdən biridir. Sonra baxaq görək nəyimiz var. Pop. Bunlar da uşaqlar üçün bir zırpaket demək olmaz. Buna 1 manat almışam. Ya 50 qəpik, ya 1 manat idi. İçində belə bir 40 ədəd. 40 ədəd yoxdur, elə bil ki. 40 ədəd yazılıb bəli, amma 40 ədəd yoxdur burada. 15-20 dənədir burada içində. Bunu mən 50 qəpiyə almışam deyəsən. Tozlandı kamera. 50 qəpiyə almışam. Sonra bunlar da belə düzək. Gələcək bir videoları hansıları istəyirsiniz siz deyə bilərsiniz. Zırpaket 2026-cı ilə aldığım videoları sizin üçün bölüşürəm. Bu part 3 idi. Gələn video inşallah ki keçib baxa bilərsiniz. Like və komment yazımı unutmayın. Abunə olasınız kanala inşallah ki. Və sağ olun dostlar. Videoya like atıb abunə atmanızı unutmayın. Sağ olun.